itemların özlərinin başına müəyyən gələ bilər. Məsəl üçün, birincisi, ən çox bizim ehtiyacımız olan şey order. Məsələn, order nə vaxt lazım olur? Tutalım ki, elə dünənləri. Yadımızdadır, bizdə var idi bir dənə qız şəkli, bir dənə də məqaləsi. Bizə lazım idi ki, bunların yerlərini dəyişdirək. Necə dəyişdirmişik? Buna float right verdik, göndərdik sağ tərəfə. 7, nəyin sayəsində 7? Çünki cəmi 2 dənə ehtimal var. Bir də 2 dənə blokumuz var idi. Yəni, buna right, buna left verdiğiniz zaman bu right'a gedir, bu left'e gedir. 3 dənə olsaydı necə olacaqdı? Və ya misal üçün, bunların arasına salmaq istəsəydik necə olacaqdı? Orada olacaq, yəni float yetərsizdir, başa düşürsünüz. Onun üçün bunu icad edirlər. Tamam? Yəni, floatla eləmək mümkün olan şeyləri floatla eləmək olar. Məsəl üçün, mətnin içərisində yəni şəkili sağa yerləşdirəcək. Onun üçün flex istifadə eləmək də çoxdur. O şəkilə verirsən, float right gedir, right çox. Söhbət bağlandır. Yox, səndə bir neçə element varsın və onları misal üçün istədiyimiz formada dəyişdirmək lazımdırsa, o zaman flex bizə kömək edir. Şeyin özünə, elementin özünə, məsəl üçün nəsə bir şey yazmaq olar. Tutalım ki, mən belə bir şey istəyirəm. İstəyirəm ki, bunların sırası olsun. Necə? 2, 1, 3, 4. Nə eləmək lazım? Bir dəqiqə, bir dənə sual. Hal-hazırda bunların orderi neçədir? Order. Sırasını dəyişdirmək üçün order property istifadə olur. Yox. Bu dəqiqə onların orderi neçədir hərəsində? Yox. Bunu izahləmədim mi sonra? Orada keçmişik biz. Keçməmişsiniz. Bəs necə flexi keçmişsiniz? Salam aleyküm. Çok güzel. Bunların sırasını müəyyənləşdirir order property. Yəni ki, bunların hər birinin hal-hazırda order var. Tamam? Başqa bir məsələ ki, neçədir bunların orderi? Hal-hazırda hamısının, bunu orderi sıfırdır. Bəs niyə yaxşı bu birincidir, bu ikinci, üçüncü, dördüncü? Əgər hamısının orderi eynidirsə, o zaman buradaki sıraya görə onları sıralayır. Tamam mı? Amma orderi değişsə, o zaman ən orderi kiçik olanlar solda olacaq, orderi ən böyük olanlar sağda olacaq. Yəni orderi görə bunlar sıralanacaq. Aydındır mı? Misal üçün, mən istəyirəm ki, mənim, məsəl üçün, 2 geçsin ən axıra. Olsun 1, 3, 4, 2. 2'ye böyük order verməliyik. 2'ye böyük order verməliyik, bəli. Nə qədər verməliyik 2'ye order? 1 versək bəs. 1 versək bəs, elədir ki var. Çünki hamısı sıfırdır. Buna 1 versək 2'ye. O zaman o gedəcək ən sağa. Ne demişim? İçi yazmışsınız. Yox, içi yazmışım. Neynədir 2? O yana getdi, bəli. Çünki bu sıfırdır, bu sıfırdır, bu sıfırdır. Bunlar sıralanır buradaki sırayla. Bu 1'dir, onun üçün gedir ən sağa. Yaxşı, mən istəyirəm ki, olsun 3, 1, 4, 2. 1'e veririk. 1 ilə 4'ə 1 veririk, 2'ye yox. 2 veririk. Mənim 3 onsuz da sıfırdır, onun içine vermirik. 1 ilə 4'ə 1 veririk, 2'ye de 2 veririk. Tamam, yani düz deyib, amma Ama şey de var da. 3'e 3 veririk, 4'e 2. Bir şey de var. bizə nə lazımdır millət? Bizə lazımdır ki 3 1'dən əvvələ gəlsin, düzdürmü? 1 sıfırdır. Sıfırdan aşağı versək 3'ə nə olacaq? Mənfi vermək olur. Yoxdur. Düzdən nə gedir? Bura verib mənfi 1. Səhvlərlə çalışdım mən. Yəni bu mənfi 1'dir, bunlar sıfırdır, bu isə 1'dir. Bu sıfır. Okay. Mən istəyirəm ki, olsun 3, 4, 2, 1. 4 onda şey keçməlidir də. 1'e de 1 Bir daha. 3, 4, 2, 1.
Bir əməlik olmalı. Bir ən böyük olmalıdır. Bəli. Bəli, nə qədər olsa kifayətdir. Məncə kiçikdən başlamalıyıq, yəni 4-dən. Bunu səncə. Birdən Buna başlayaq. 2 versək, 4-ə 1 bu vermək. xoşbaxt bir şəkildə ora gedir. Şu. Yəni özümüzdən nokta çıxartmaya ehtiyac yoxdur. Yəni hansını atmalıyıqsa, onu baxırıq da sağa sola, ən böyük hansıdır, ən kiçik hansıdır. Tamam. Və ya tamamilə rastgele bir sıra istəyirsiniz, o zaman burada istədiyiniz sıranı yaza bilərsiniz. Tamam mı? Yəni ki, bu flex bizə imkan verir ki, orderla bunların sırasını istədiyimiz şəkildə dəyişdirək. Amma order onları bir dənə şiş üzrə eləyir. Şişlərin arasına onu ata bilmirsiniz. Tamam mı? Okey, bu bunun məhdudiyyətidir. Tamam. Böyle bir şeyi niye istifade ediyorsun? Kimi? Yani bunu niye istifade ediyorsun? Bayaq demişim, bir əvvəlki şeydə bizə lazım idi, yerlərini dəyişdirək. 3-4 dənə şəkil. Ola bilsin ki, bizdə 3-4 dənə şəkildir və biz onları misal üçün alt-alta bunlar bu sırayla görsənir. Amma yan-bayan görsənəndə biz onları bizə lazım olan sırayla görsənməsini istəyəcəyik. Təkcə şəkil deyil, yəni belə deyək də, hal-hazırda nədir? Nəzəri olaraq mövzunu keçirik. Düzdürmü? Bundan sonra nə baş verəcək? Tatbik edin. Bəli, tətbiq eləyəndə davamca çıxacaq. Narahat olma, yəni mən nəzərə almışam. Nə? Hə, deməli, biraz səbir. Deməli, orderdan qurtardıq. Tak, indi gəlir bizim bir neçə dənə property. Hansılar ki, belə deyək də, çox qarın ağrısı propertydir. Nə cəhətdən? O cəhətdən ki, onları məntiqən başa düşməyə çalışmayın. Necə işlədiyini bilin, amma necə işlədiyini, necə yəni ki, zad elədiyini, hesabladığını qəti şəkildə məntiqən izah eləməyə çalışmayın. Onun izahı bəlkə də var, amma yəni ki, bizim məntiqimizə uyğun deyil. Biz başqa şey gözləyirik, o bizə başqa şey verir. Amma işləyir. Tak. Flex group ne işe yarar? Bunu geçmiştir. Kimi bölür? Hayır. Yok, geçmemişiz. Tamam, okey. Bakırım. Tutalım ki bizim misal için yani normal qaydada belə fleximiz var idi. 1, 2, 3 düzdür. Aha. Bunlar normal qaydada olduğu zaman yəni ki yan-bayan durur, soldan, sağdan, ortadan filan. Okay. Amma biz istəyirik ki, yəni bu şəkildə duran flexlər, bu neydi? Bu lazım bizə? Yox. Aha. Belə şəkildə duran flexlər bizim əgər mənqalın boyu artırsa, bunların da yəni ki, büyüməsini təmin edir. Yəni, manqal burada görürsünüz avtomatik olaraq böyüyor da, yəni yeni 100%'dir. Yəni, olmaz ki, bunlar da onunla bir yerde büyüsün. Olar. Başta bunlar büyümürlər. Niye? Çünki bunların flex grow propertisi var hər birində və bunun parametri 0'dır. Okey mi? İndi biz desək ki, bunun 1 olsun, bu 1 olsun, bu 1 olsun. Necə böyüyəcək üçü də? Beraber. Eyni ölçüdə deməyək. Yəni ki, buradaki bir bilirsiniz nə? Buradaki bir böyümə əmsalıdır. Hər biri eyni sürətlə böyüyor. Tamam mı? Çünki ola bilsin ki, bunun içərisində misal üçün məzmun fərqlidir və bunların elə boyu fərqlidir. Tamam mı? Birinin boyu budur, birinin boyu budur, birinin boyudur. Yani bunlar böyüdüyü zaman yani deyə bilərsiniz ki, bunun boyu eynidir. Yox. Bəs indi? Yox. Bu indi yox. Yəni bu böyümənin sürətidir millət. Böyümə sürəti bunun ölçüsü ilə heç bir əlaqəsi yoxdur. Onun üçün deyirəm ki, bunu anlamağa çalışmayın. Nə etdiyini bilin. Tamam? Okey, yaxşı. Bu belə gedir. Ondan sonra bizdə bir dənə də parametr var. Bilsiniz hansı? Bilmirsiniz. Məsəl üçün, mən buradakı elementlərə, məsələn, atıram. Mərcinini tutalım ki, məsəl üçün, mərcin deyil, mərcin nə? Padding verirəm. Padding, məsəl üçün nə qədər olsun? 10 piksel yuxarıdan aşağıdan,
və məsələn 50 piksel sağdan sola. Aha belə. Tak. Bunların müəyyən bir ölçüsü vardır. Məsəl üçün bura qədər bu böyüyür. Kiçiləndə bura qədər kiçiliyir. Bu bizim 50 piksellik paddingimizdir. Değil mi? Ondan sonra hətta 50 olmasın 100 olsun. Tak, 100 piksellik paddingimizdir. Bura qədər bunu gəlir. Çox. Bundan sonra ucu baxım yerləşmir və çölə çıxır. Okey mi? Mən deyirəm ki, burada yer var da olmaz ki mən bunu sıxdığım zaman bu sıxılsın. Tamam, yani hal-hazırda burada məsəl üçün bunun enidir plus 50 piksel 50 piksel. Amma bunu sıxma olaraq bunun üçün bizim bir dənə parametrimiz daha var. Bunun adı nədir? Bunun adı flex shrink'tir. Sıkılma. Tamam? Wait. Şirin sıkılma demek. Ha? Şirin yani. Sıkılma. Shrink. Ha, ve bu dəqiqə 0 olduğuna görə bunlar sıxılmırlar. Amma misal üçün burada tutalım ki, bir yazsaq, o zaman nə baş verəcək? O zaman, yani böyüyəndə böyürlər. Bu flex grow idi. Flex shrink neydi? O idi ki, bura gəldikləri zaman hal-hazırda bunların vecina deyil. Yani niye vecina deyil? Çünki paddingdir. Bu paddinglə yox, widthlə versəm, məsəl üçün beləncə. Burada nəsə baş verirmi? Ha, width. Baxın, shrink onların sıxılmasına icazə verir. Yani bu olmayanda, bu sıfır olduğu zaman, bunlar böyümesine büyüyordu ama sıxılmasına 200'e kadar gələndə o sıxılmır. Tamam? Yani ki bunları biz bir elədiyimiz vaxtı bunlar həm böyüyəndə, həm sıxılanda. Aydındır? Grow shrink'in aksidir. Nə? Grow shrink'in aksi çıkar. Grow büyümə əmsalıdır, shrink sıxılma əmsalıdır. Bunların bir də, məsəl üçün burada hərəsinin deyəndə hamısına eyni ölçü vermişim piksel olarak. Ama bəzən bizə lazım olur ki, hərəsinin ölçüsü fərqli olsun. Tamam? Məsəl üçün, tutalım ki də, bu bir saytdırsa, ola bilsin ki, bu bizim menümüzdür. Bu bizim kontentimizdir. Bu ise bədbaxt, misal üçün, reklamdır. Tamam? Onun üçün bizdə bir dənə də şey var. Flex basis. Tamam? Ben deyirəm ki, menü istəyirəm ki, olsun 25%. Tamam? Ondan sonra content istəyirəm ki, olsun misal üçün 75%. Reklam ise, reklamın eni bizdə nə qədər? 160 piksel olsun. Deyə bilərsiniz ki, 25 plus 75 plus 160 yani ki, necə olacaq? Hiç neyse. Onun için bakın ben size deyirdim ki bunda məntiq axtarmayın. Tamam mı? Bu özü onu sığdıracaq. Tamam? Aha. Millət, burası hal-hazırda 160'dır. Burası ise 25'den 75'dir. Yani ki bu bunun sığdırdı. Narahat olma. Çünkü biz bunu arttırdığımız vaxtı bu onsuz da artır. Biz bunu sıktığımız vaxtı bu onsuz da sıxır. Yani ki bu 160, ne vaxt 160 idi? İndi 160'dı mı? Bu indi 160'dı mı? Ne vaxt 160'dı bu? Tam ekran olduğu da. İndi biz bunun ne artmasını, ne sıxılmasını istəmiriksə, deyə bilərik ki, bu 160'ın flex grow olsun 0, flex shrink'i olsun 0. Budur 160. Arttıranda hiç değişmir, sıxılanda hiç sıxılmır. Bununla bu, bəli, görürsünüz ki, artırdı, sıxılırdı. Misal üçün istəyir ki, bundan daha tez büyüsün. O zaman bunun tutalım ki, flex grow'sunu tutalım, 2 qoya bilərik. Bu heç də demək deyil ki, bu bunun 2 qatıdır. Bu deməkdir ki, bu büyümədə bu bundan daha çox böyüyür. Bu 25%'dir, bu 75%. Nəyin 25-75'idir? Allah bilir. Anlamağa çalışmayın.
Gözümüzü yumur ve sadece necə deyirlər prosesdən kef alır. Tamam. Başa. Bu üç dənəsi, bu üç dənə dovşan adətən bir istifadə olunur. Flex grow, flex shrink və flex basis. Tamam. Onun üçün bunun şeyi var, shorthand'i var. Sadece ve sadece flex. Ve ondan sonra 3 tane rakam. 3'də 1 olur. Ne? Elə 3'də 1 olur. Ha. Birinci rakam flex grow'du, büyüme. İkinci rakam flex shrink'ti, sıkılma, emsalı. Üçüncüsü ise flex basis'ti. Yani hansı ki ölçünü göstermir. İlkin yani bu etrafta nasıl bir şey eləməyə çalış deyir. Tamam mı? Mesela için biz 160 piksel koyduğumuz vakti gördünüz ki bir olanda hem böyüdürdü hem kiçildirdi. Ama çalışırdı ki 160'ın civarında olsun. 165, 100 ne bileyim tutalım ki 59 filan seçmeken. Okey mi? Faizleri rahat bir şekilde artırırdı, kiçildirdi. 161 damcı. Tamam? Ama tam 160 değilse o zaman bunu 0-0 koyursunuz. Vesselam olur. Daş kimi 160. Tamam? Emsallara standart koyacağımız bir Ne standart? Senden ne lazımdırsa onu da koyursun. Çok. Okay? Yes. Tamam. Bunlarla kurtardık ve kaldı en son ejderha. Kimse demişti. Align Self. Kim demişti onu? Sen demiştin. Yani align items bizden neyin yerdi? Yukarı kaldırırdı, aşağı salırdı, ne bileyim neyin yerdi. Düzdür mü? Ama bütün şişi salırdı. Bu zəhrimar bize imkan verir ki biz bunların her birine personal align verək. Biri oraya geçsin, biri buraya geçsin falan seçməkən ama inandırım sizi bu hiç kime lazım değil. Qəti şəkildə hiç kime lazım değil. Həqiqətən deyilədir. Kaç tek istifadə edilməməsi olur? Ama Məsələn, bir mən konteyner görməmişim. bir dənə PTV-dir. Mən istəyirəm ki, orada dayansın. Məsələn, tekst align yox. Sadəcə olaraq hər hansı bir blok ola bilər. O tək öz bir dənə olanda eləmək olur. Align item. Onun dilə. Yəni istifadə eləmək olur. Olur, prosto sen yenə də maşına 5-ci təkər taxmağa çalışırsın. Başa düşürsən? Yəni bunların hamısı Amma elə yer olur ki, məsələn, onun ana elementinə flex vermək olur. Ha qardaş, bu lazımdır ki, sənin misal üçün 85 dənə elementin var. Hamısı normal qaydada düzülür. Birini sən deyirsən ki, o tərəfə gitsin. Yəni bu bizim məntiq nöqteyi nəzərdən uyğun gəlmir. İnsan tapşırıq sayfında bir şey aşağıda yukarıda. Yəni tapşırıq ola bilsin, yəni suni bir şəkildə eləyiblər ki, gedin eləyin. Normalda o alınır. Ya mən görməmişəm, başa düşürsən? Mən məsəl üçün bunu harada istifadə edirəm. Məsəl üçün bir divdirsə, tək ona flex, özünə flex verirəm və align hissəsindən aşağı yuxarı verirəm. Başqa divlər varmı? Yox. O zaman align item. Yəni şişdə bir dənə tikə var. Və salamdır. İşləmir də, mən gərək onu Necə yəni onun işləmir? üstündəki baldiyinə verəsən ki, o align etmişdir. Yox, öyle şey yox. Mən özünə flex verib align itemsından sağa sola seçmək olur. Bir blok. Onun üçün justify content var. Bu zaten sağa sola çəkmir ki, sadəcə yuxarı çəkir. Niyə olur, niyə olur ki? Şişdə bir dənə tikədir, onu yuxarı aşağı çəkirsin, kimdə də olur. Mən də onu deyirəm ki, gərək onun elə bir şişin özünə flex verəsən ki, onun içindəki itemsı sağa sola Yox, mangala zaten əgər sən buna flex verməsən, align items, align self çalışmayacaq. Align self ancaq və ancaq konteynerin, flex konteynerin içində işləyir. Onsuz da verməlisən. Prosto sən doğru şey əvəzinə, yəni əlaqəsiz şey Bəs verirsən. onda niyə yaradın? Nə? Bəs onda niyə yaradın? Yaradıblar ki, əgər bir neçə element varsa və onlardan birini digərlərindən fərqli eləmək istəyirsənsə, o zaman bunu istifadə edə bilərsən. Lazım olan hər yerə bunu sox demirlər. O zaman bu həmin vaxtda biri şişdən çıxır da. Kimi? Məntiqdən məntiqlə elə bir şeydir. Məntiqlə elə bir şeydir. Tamam? Yəni ki o yəni lazımsız bir şeydir. Yəni bu onu məsəl üçün də tutalım ki, mən sizə tapşırıq versəydim şayət deyərdim ki, mənim üçün belə bir şey düzəldin. Bunu düzəldin, çox. Allah xoşbaxt eləsin. Tak, istəyirəm ki, bu nədir? Dırnaşlar. Tak. Hə.
Deyərdim ki, mənə misal üçün pilləkən formasında şeyləri düzəltin. O zaman buraya yazacaqdı start, buraya yazacaqdı center, buraya yazacaqdı end və bizdə belə bir şey alınacaq. Tamam mı? Ama yani praktiki olarak bu harası kiməsə lazımdır mı? Bilmirəm. Deməzdim. Yani bu şişin əyilməsidir. Yani belə onu əyilsin, pilləkən formasında olur belə bir şey. Yani ama niye? Var böyle bir şey. Yani birden какой-то manyak dizayner qabağınıza çıxsa o zaman bundan istifadə edirsiniz. Ama normal qaydada bu heç kimə lazım değil. Yani hamısında bütün elementler adətən bir dənə səviyyədə yerləşir. Normal dizaynlarda. Okey. Yaxşı. Yani millet yani bütün her şeye 5-ci təkər takmağa çalışmayın. Yani her bir zada, bunu belə eləsək ne olacak? Yani mız koymaya çalışmayın. Yani ne olacak? Elə bax ne olacak? Ama niye? Yani sen deyilirsin ki baba boz başlı. Bunu qaşıqla yemək lazım. Sen desen ki ben yaxşı bunu çəngəllə yesem ne olacak? Ben ne bilim ne olacak? Yiyindən gör bak olur mu? Oy baba sen ne istiyorsun?